Salam dəyərli istifadəçilər, bu videoda sizə Pepsi-nin loqosunu hazırlamağa çalışacağıq. Bunun üçün alətlər qutusunda Ellipse adlı alət üzərində mouse'un sol düyməsini bir daha vururuq. Eyni zamanda klaviaturadan F7 düyməsini basaraq da bu aləti aktiv edə bilərsiniz. Üzərində mouse'un sol düyməsini vurduqdan sonra normalda bu alət Ellipse çəkmək üçündür, amma kontrol düyməsi ilə birgə çəksək, bu zaman dairə çəkiləcəkdir və mouse'un sol düyməsini buraxıram və klaviaturadan P düyməsini basıram ki, bu çəkdiyimiz dairə səhifənin mərkəzində yerləşsin. Daha sonra klaviaturadan, əgər sizdə rəqəm klaviaturası varsa, yəni klaviaturada sağ tərəfdə plus düyməsini basıb kopyalayırsınız ya da klaviaturadan Ctrl-C, Ctrl-V düymələrini basaraq da kopyalamaq mümkündür. Eləcə də obyekti seçib bu hissədən də copy və daha sonra paste əmrini aktiv edərək də yəni icra edə bilərsiniz. Yəni kopyalama yolları çoxdur. Təbii ki, ən rahatı ekran klaviaturasında plus düyməsini basmaq lazımdır. Amma təbii ki, rəqəm klaviaturası varsa, yəni söhbət buradakı plus düyməsindən gedir. Normalda burada shift ilə bərabər düyməsini vuranda da bu plus düyməsidir, amma lakin bundan kopyalamaq mümkün deyil. Yəni yalnız rəqəm klaviaturasındakı plus düyməsinə aiddir. Əgər varsa plus düyməsinə vurub kopyalayın. Amma yoxdursa klaviaturadan Ctrl-C və ya Ctrl-V düymələr kombinasiyasını icra edərək və ya buradan da eləyə bilərsiniz və s. Bunu kopyaladıqdan sonra burada alətlər qutusunda Pick Tool alətini seçirik. Bu obyektləri seçmək üçün istifadə olunan bir alətdir. Yəni normalda məsələn boş hissəyə vursaq seçimdən, yəni seçdiyiniz obyektdən çıxa bilərsiniz, amma üstündə bir daha vursaq həmin obyekt seçiləcəkdir. Və biz bunu kopyalamışıq. Hal-hazırda kopya, yəni bu obyektin üstündədir. Yəni göstərmək üçün çəkirəm. Görürsüz, həmişə CorelDRAW proqramında neysə hansısa bir obyekti kopyaladıqda o üst-üstə düşür. Əməliyyatı ləğv edirəm, sadəcə göstərmək üçün bunu etdim. Və daha sonra künc hissəyə gəlirəm. Burada fərqi yoxdur. Yəni bu künc də ola bilər, bu künc də ola bilər, aşağıdakı künclər də ola bilər. Və daha sonra klaviatura, mouse'un sol düyməsi bir dəfə basıb saxlayıram və klaviaturadan shift düyməsini də basıram. Bir qədər içəriyə doğru kiçildirəm. Burada shift düyməsini basmaq önəmlidir, çünki shift düyməsini basmasaq bu küncə doğru kiçiləcək. Amma shift-i basırıq ki, yəni hər iki tərəfdən, daha doğrusu bütün tərəflərdən proporsional səviyyədə ya böyüsün, ya da ki, balacalaşsın. Amma bizə balacalaşdırmaq lazımdır. Yəni etdiyimiz kopyanı biz balacalaşdırırıq bir qədər. Daha sonra bu böyük dairəni hələlik bir kənara çəkib qoyuram. Yəni sırf rahat başa düşməyiniz üçün, yəni bizə mane olmasın. Bu deməli dairəni, yəni bu dairə üzərində işləyəcək. Bir dənə də bizə lazım olacaq düzbucaqlı alət lazım olacaq. Burada rectangle tool aləti üzərində mouse sol düyməsini bir də vurursunuz və ya klaviaturadan F6 düyməsini vuraraq da aktiv edə bilərsiniz. Və bu formada bir düzbucaqlı çəkirik. Təxminən belə bir ölçüdə. Və daha sonra yenə klaviaturadan P düyməsini basırıq ki, yəni səhifənin mərkəzində yerləşsin, yəni söhbət bu düymədən gedir. Və daha sonra bunu etdikdən sonra bu hər iki obyekti seçirəm və üstdəki fiqur, yəni düzbucaqlıdır. Yəni ümumiyyətlə CorelDRAW-da növbəti çəkdiyimiz obyektlər digərinin üstündə çəkilir. Yəni hal-hazırda düzbucaqlı üstdədir, dairə altdadır. Yəni biz üstdəki obyektlə altdakı obyekti kəsmək istəyirik. Bunun üçün hər ikisini seçəndən sonra xüsusiyyətlər panelində trim adlı əmr var, kəsmə əmridir. Üzərində olan sol düyməsini bir daha vururuq. Nəticədə həmin görürsüz düzbucaqlı dairəni kəsdi. Bunu təbii ki, eyni zamanda object menüsündə shaping və buradan da trim əmrini seçərək etmək olar. Təbii ki, niyə passivdir? Çünki obyektləri seçmək lazımdır ki, indi seçimdən çıxmışıq. Yəni siz iki obyekti seçib buradan da trim əmri vasitəsilə kəsə bilərdiniz. Və daha sonra hal-hazırda indi fikir verin, bunlar bir yerdədir. Mənə lazımdır bunu bölmək. Bunun üçün də
xüsusiyyətlər panelində Brick Apart adlı əmr var. Klaviaturadan Ctrl-K düyməsini basaraq da icra edə bilərsiniz. Eyni zamanda Object menüsündə də bu əmr var. Brick Apart, yəni Ctrl-K ya da Brick Apart ya da xüsusiyyətlər panelində bu düyməni vurursunuz, fərqi yoxdur. Yəni 3 yoldan biri ilə edə bilərsiniz. Bunu vurandan sonra fikir verin, burada artıq bu iki obyekt bir-birindən ayrıldı və altdakını klaviaturadan delete düyməsini basaraq silirəm, çünki artıq bizə bu lazım deyil. Yəni və bundan sonra bu obyekti seçib bunun üzərində düzəlişlər etməyə çalışıram. Burada Shape Tool əmri var. Shape Tool, yəni obyekt üzərində düzəliş eləmək üçün nəzərdə tutulan bir alətdir. Və burada mouse'un sol düyməsini bir dəfə vururam və normalda biz burada düzəliş aparsaq bu yəni, düz formada gedəcək. Ona görə də düz formada yox, əyri formasında istəyirəm. Convert to Curve əmrini sıxıram və bundan sonra mouse'un sol düyməsini bir dəfə vurduqdan sonra mouse'un sol düyməsini basıb saxlayıb çəkirəm aşağı doğru. Yəni həmin o loqodakı formanı almağa çalışıram təxminən. Və burada da bir dəfə vururam mouse'un sol düyməsini və bunu da biraz içəriyə doğru qatdalayıram. Burada da biraz çəkirəm aşağı. Yəni təxminən o formanı almağa çalışıram. Çox indi uzatmaq da istəmirəm. Videonun vaxtı uzun olur. Yəni təxminən o formanı alana kimi çəkirsiniz. Yəni müəyyən qədər aşağı və müəyyən qədər yuxarı. Zaten Google-da axtarış sistemində yəni Pepsi logo yazaraq da yəni o logoya baxa bilərsiniz. Orijinal formasına və daha sonra bunu seçirəm, kopyalayıram, plus düyməsini basıram ya da sizdə plus düyməsi yoxsa klaviaturada Ctrl-C, Ctrl-V düymələrini basırsınız və hal-hazırda bu kopyalanmış obyekt bunun üzərindədir, yəni çəkirəm qırağa görürsünüz. Həmişə kopyaladıqda yəni obyektin üzərində olur və bundan sonra bunu baş aşağı çevirmək istəyirəm. Mirror vertikalı əmrini sıxıram, yəni şaquli formada əksini edirəm. Yəni fırladıram ki, əks olsun və bunu da mirror horizontal, yəni üfüqi formada soldan sağa doğru fırladıram. Və daha sonra mərkəzə gəlirəm, mouse'un sol düyməsini basıb saxlayıb, eyni zamanda shift düyməsini də basıb saxlayıram. Nəyə görə? Shift'i basmasam, yəni bu əyri-üyrü gedəcək qırağa, amma shift'i basanda sırf yəni simmetrik formada aşağı gedəcək. Və bunu da müəyyən bir ölçüdə, təxminən belə bir ölçüdə saxlayıram. Və bundan sonra birinci obyekti seçib, məsəl üçün qırmızı rəng verirəm, ikinci obyekti də seçib, təxminən, məsələn, burada bənövşə rəngi var, bunun üzərində mən sol düyməsini basıb saxlayıram, əlavə rəng palitrası açılır. Burada məsələn, müəyyən bir rəng seçdim və daha sonra bu dairəni seçirəm və klaviaturadan P düyməsini basıram. Daha doğrusu gəlin bu belə eləyək, hələ ki bunu belə eləməyək. Bunun ikisinin özünü də seçirəm və bunu qruplaşdırıram və klaviaturadan P düyməsini basıram, bu səhifənin düz mərkəzində olur və daha sonra bu dairəni seçib burada da P düyməsini vururam ki, səhifənin düz mərkəzində yerləşsin. İndi qaldı bunun içində Pepsi sözünü yazmaq. Burada text tool aləti var, bunun üzərində mouse sol düyməsini bir daha vururam və bundan sonra mouse sol düyməsini bir daha vururam. Yəni aləti vurduqdan sonra mouse sol düyməsini bir daha vurmaq lazımdır və böyük hərflərlə Pepsi sözünü yazıram və pick tool alətinin üzərində sol düyməsini vurub bunu bir qədər, yəni seçim alətini vurub bunu bir qədər böyüdürəm. Biraz şriftini də dəyişək buradan. Məsələn, daha biraz uyğun gəlsin. Məsələn, indi bunun tam olaraq əzbər bilmirəm orada hansı şrift tətbiq olunur. Təxminən məsələn Corbel, Constant, yəni bu şriftlərdən biri, yəni daha çox hansı şrifti bənzədirsinizsə bunu seçirsiniz. Mən də videonun vaxtı da uzun olmasın deyə axtarmıram şrift. Məsələn bu şrifti seçdim və bu yazını bura gətirirəm. Bir qədər də üzərində mouse sol düyməsini bir daha vururam və biraz da buna uyğun fırladıram və üzərində mouse sol düyməsini bir daha da vurub buradan biraz da istəyirəm bunu böyüdüm və bir qədər də mouse sol düyməsini basıb saxlayıb təxminən yəni yerləşdirməyə çalışıram. Biraz yuxarı eləyək.
Eyni zamanda klaviaturadan yuxarı və aşağı ox düymələri ilə də bunu eləyə bilərsiniz. Yəni pik tool aləti seçili olduğu halda. Məsələn, ya da bunu bir qədər böyüdək, görək, böyütsək. Necə görsənəcək? Yox, elə də yaxşı görsənmir. Elə təxminən belə bir ölçüdə bunu saxlayaq və klaviaturadan yuxarı ox düyməsini vuraq. Ya da elə belə qalsın, bir qədər cüzi bunu kiçildək, i hərfinin. Normalda bu ingiliscəsində i hərfinin üzərində nöqtə olmur, bu formada olur. Bunu düzəldək, yeri gəlmişkən və bir qədər də bunu böyüdək. Elə mouse'un sol düyməsi və shift düyməsi ilə birgə, yəni küncdən, yəni yuxarı köşdən böyütdüm. Yeri gəlmişkən bunu da qeyd edim. Və daha sonra böyük dairəni də seçək. Bunu da məsələn kontur rəngi qara eləyək. Belə ki, burada mouse'un sağ düyməsini vururuq. Və bunun bir qədər də ölçüsünü böyüdək. Məsələn 2 mm edək. İndi təbii ki, çəkdiyiniz ölçüdən çox şey asılıdır. Belə. Bu qədər. Axırda da bütün obyektləri seçirik. Yəni təbii ki, pik tool aləti aktiv olduğu halda və daha sonra burada qrup əmrini sıxırıq. Əgər səhifədə ortada deyilsə bu, klaviaturadan P düyməsini basaraq səhifənin mərkəzində yerləşdirə bilərsiniz. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanmışsınlar. Hələlik sağ olun.